Yol patrul xidmətinin inspektoru polis başlayacaq tamamı. Zəhmət olmasa qapının bağlanın arxaya yaxınlar. Arxa duman panelindən istifadə edirsiniz ona görə. Yanır ki. Bəli, bəli. Arxa duman panelləri yalnız məhdudiyyətli görmə şərtidir, bəli. Yol hərəkəti haqqında qanunun 73-cü maddəsində qeyd olunur. Xarici işıq cihazından hansı hallarda istifadə etmək olar? Və bu qayda pozulsa görə də, bəli, məhdudiyyətli görmə şərti olmalıdır. Bizim barəmizdə İnzibati Xətalar Məcəlləsinin 329-cu maddəsinin 3-cü bəndinə əsasən 30 maddə haqqında cərimə tətbiq olunmalıdır. Bizə cərimə yazmırıq, sadəcə profilaktik tədbir də keçirik. Bir daha sizə maarifləndiririk ki, arxadan gələn nəqliyyat vasitələrində sürücülərə maneçə yağır, gözləri qamaşdırır. Sualınız var bundan bağlı? Bir dənə daha. Sağ olun.